Meyraz gecəsində Həzrət Peyğəmbər Allahdan soruşur ki, ilahi, sənin üçün ən dəyərli şey nədir? Sənin üçün ən dəyərli olan nədir? Allah buyurur ki, iki xüsusiyyət mənim üçün ən dəyərlidir. İki insani xüsusiyyət mənim üçün ən dəyərlidir. Biri təvəkküldür, biri də riza. Təvəkkül nədir? Təvəkkül məlumdur ki, işləri Allaha həvalə eləyib çalışmaq. İşləri Allaha həvalə eləyib oturmaq yox. Çalışmaq, nəticəni Allaha həvalə eləmək. Buna deyirlər təvəkkül. Hər bir halda Allaha təvəkkül eləmək. Çox böyük bir dəyərdir, az adamda var bu. Belə bir tərif deyirlər təvəkkül üçün. Deyirlər, hadisələr xeyrivə cərəyan eləyəndə zərrə qədər məğrur olmayasan. Hadisələr əleyhivə cərəyan eləyəndə zərrə qədər məyus olmayasan. Biləsən ki, aləmin sahibi var, nəzarətindədir hadisələr. Özdə o qüdrətlidir və səni sevir. İki xüsusiyyəti var əsasən. Rəhimli və qüdrətlidir. Gücü hər şeyə çatır. Səni də çox sevir. Və işlər də onun əlindədir. Vəssalam. Adam arxayındır. Arxayın ol, sonra işvə davam elə. Heç bir istiraba düşmədən. Hərdən Allah bu hissi bizdə imtihan eləmək üçün bir söz neyinir? Hamının başına gəlib yəqin. Gəlməyibsə gələcək. Qabaqcadan deyirəm ki, qorxmayasınız. Gənclərə deyirəm. Hərdən belə bir şey olur ki, Allah məngəniyə salır. Yəni, bütün qapılar bağlanır. Zahiri səbəblər gücdən düşür. Heç nəylə görürsən ki, vəziyyət həll eləmək mümkün deyil. Bax, bu həll edici nöqtədir. Ki, sən o məqamda sırf imanın yoxlanılır. Musa Peyğəmbər necə qoşunla gəldi. Gəldi, çatdı çaya. Bu yan çaydı, o yanda Firondur. Vəssalamda heç nə yoxdur ortada. Baxırsan, hər şey səndən üst çevirib. Bəziləri qorxdu, Musa aram, dedi, narahat olmayın, Allah bizdəndir, dənizi yardı. Həyatda bu hadisələr olur, hadisələrin hər biri sənin əleyhivə cəryan edir. Görürsən ki, heç bir sağa sola addım ata bilmirsən. Hər şey sənin əleyhivədir. Orada sən aram ola bilsən, ki, ilahi, sən varsan, məni görürsən. Bu məqamda Allahın nüsrəti köməyi gəlir. Bu halda insan olarsan. Təvəkkül təkcə sıxıntılı məqam üçün deyil. Təvəkkül bir nə zamandır? Zaman üçündür. Cibində pulun var, rahatsan, onda da ilahi, sənə təvəkkül edirəm. Ancaq xəstəlik vaxtı yox, sağlamlıq vaxtı da. Hər bir zamanda. Təvəkkül budur. Haqqında çox danışmaq olar, vaxtı uzalmıram. Riza nədir? Riza, yəni sən Allahdan razı olasan, istənilən vəziyyətdə. Nəticə üçün çalışasan, bilirsiniz, riza deyəndə bəzilə deyən, müsəlman belə olacaq ki, onu da elə başına nə gəlsə yox, başına nə gəlsə yox. Müsəlman çalışır, problemlərini həll eləsin, həyatını nizama salsın, hədəflərinə çatsın, var gücü ilə çalışır. Amma nəticə bəzən belə olur, bəzən elə, hər iki nəticədə razı olur. Çalışmaq şərti ilə. Buna deyirlər riza, riza məqamı budur. Və riza çox böyük bir məqamdır və sən Allahdan razı olduqda səbəb olur ki, Allah da səndən razı olsun. Bunun ən gözəl cavabı budur. Raziyətən mərziyyə. Razı ol ki, səndən razı olsunlar. Deyir, kim mənim az ruzi məqanı olsa, razı olsa, o mənada yox ki, az qazanın, yenə də deyirəm. Çox qazanmağa çalış, amma gördün ki, gəlmir, çalış. Nə qədər çox qazanırsan, qazan. Gəlmir, aza razı ol, mən də deyirsən, az ibadətlə razı olun. Razılıq qarşılıqlıdır. Məsələn, burada oturanların hər birinə ən şad xəbər nə olar? Burada, məsələn, minbərdə bugün Peyğəmbər olardı, sənə deyərdi ki, Allah səndən razıdır. Ondan sonra da heç bir adama qəm qüssə olmaz. Abdullah ibn Məsud deyir ki, Peyğəmbər bir nəfər üçün dua elədi, qift elədi. Təbuk döyüşündən qayıdırdıq. Bir dənə səs düşdü. Təbuk döyüşündə itki olmadı, bilirsiniz, müharibə olmadı. Getdilər, salamatlıqla qayıtdılar. Biri təbii əcəllə dünyadan köçübdü. Gördüm, səsli Abdullah adlı bir deyəsən səhabə idi. Bəli, Abdullah adlı bir səhabə idi. Deyir, gəldim, gördüm, Peyğəmbər onu qəbrə qoyur. Onu qoydu qəbrə deyir. Qəbrin içində əlini Allaha qaldırdı, dua edir. İlahi, mən bundan razıyam, sən də bundan razı ol. Deyir, elə hal gəldi mənə Abdullah ibn Məsud deyir. Dedim, ay Allah, kaş o ölünün yerinə mən olardım.
Ölüyə qibt elədiyim məqam idi. Bundan o yana nə var ki, Peyğəmbər əlini duaya qaldır, deyir, mən ondan razıyam. İmam Rızanın bir səhabəsi vardı, Yunus ibn Əbdürrəhman. Bəzi adamlar var da bəxtinə belə düşüb ki, adamlar onlar barədə danışır. Nə gəldi danışır. Belə adamlar var. Oldu, olmadı, bildilər, bilmədilər, ittiham eləyirlər. Nə gəldi danışırlar, çox ağla gələn sözlər, gəlməyən sözlər. Bunun üçün danışırdılar ki, deyirlər, bunun atasının adını demirdilər Yunusin ki, bunun atası məlum deyil. Bu buracan çatmışdı cəmaat. Elə Yunus, ərəblərdə məsələn İbn Filankəslə deyərlər də, Filankəs oğlu Filankəs. Deyir, bunu bu vəziyyətdə idi. O qədər ittiham eləyirdilər, o qədər zülm eləyirdilər, dil yarası vururdular, dalıca danışırdılar, qeybətini eləyirdilər. Sarsılmışdı, İmam Rıza'nın yanına gəldi. İmam Rıza əleyhissalam dedi ki, Yunus narahat olma, mən səndən razıyam. Mən səndən razıyam, vəssalam. İmam Rıza birinə desə, mən səndən razıyam da, dünya nə danışır, danışsın da, elə olar. Kaş biz də elə olaq. Kaş biz də olaq ki, deyək ki, İmam Zaman məndən razıdırsa, nə danışırlar, danışsınlar. Cəmaatın bir çoxunun işi danışmaqdır. Bir dəstə iş görsün, bunlar otursun, iş görənlərə şəbədə qoşsun, vedrə qoşsun, üzr istəyirəm, xalq dili ilə desək. Olmayan sözləri bağlasın, böhtan atsın, şər atsın. Adam da bəzən sarsıla bilir də ki, bu qədər insafsızlıq olmaz. Görürsən ki, böyük adamlar var ki, görürsən biraz sarsılır. Həzrət-i Musa Allaha dedi ki, mənim üçün nələr danışırlar ilah. Dedi, sən yaxşısan, mənim qeybətim səndən çox eləyirlər, Allah dedi. Narahat olma. Bir adam iş görürsə, bir işlə məşğuldursa, onun üçün danışarlar. Əsas nədir? Əsas İmam Rıza dedi ki, narahat olma, mən səndən razıyam ki, işinlə məşğul ol. Bunların sözləri səni narahat eləməsin. Əli əleyhissalam qəmbərə dedi, Ramazan ayının 20-ci günü idi. Dedi ki, bir gün sənə deyəcəklər ki, Əlidən üst çevir. Neyniyərsən? Dedi, and olsun Allaha, mənə od vursalar, tikə-tikə məni doğrasalar, mən səndən dönmərəm. Qəmbər dedi, qulamı idi Əli əleyhissalamın. Dedi, heç vaxt dönmərəm. Baxdı ona, dedi, onda bil ki, mən səndən razıyam. Dedi, Qəmbərin ürəyinə şadlıq doldu, sevinç doldu. Elə da başqa heç nə lazım deyildi ona. Bil ki, mən səndən razıyam. Peyğəmbər sallallahu soruşdu Allahdan Meyrazda ki, ilahi, bir adamdan razılığın olmağını necə bilmək olar ki, sən ondan razısan? Allah buyurdu ki, ona 3 şey verərəm kimdən razı olsam. 3 şey verərəm. Şükran la yuxalifuhul cəhl. Ona elə bir şükür verərəm, həmişə şükür halında olar. Özü də agahlıq üzündən şükür eləyər. Bilər nemətin sahibi kimdir? Nemətin sahibini tanıyar, cahilanə yox, agah şəkildə şükür eləyər. Bilərəkdən şükür eləyər. Vaxt yoxdur bunları şərh eləməyə. Sonra buyurur ki, zikrən la yuxalifuhun nisyan. Elə bir deyir, zikir verərəm ona, həmişə mən yadında olaram, bir an unutmaz məni. Hər halda mən onun yadında olaram. Allah da adamın yadında olsa güclü olur adam, qüdrətli olur, qüvvətli olur, ləzzətli olur yaşayış. Həlavətə zikrik var, zikrivün səni yad eləməyin ləzzətini mənə datdır. Heç bir şey Allahla münacat onu yad eləməyin ləzzəti qədər ləzzətli deyil. Heç vaxt sarsılmır. Ən çətin vaxt adamın köməyinə gəlir. Musa ibn Əbu Umeyr İmam Sadiqin səhabəsi idi. Xəlifə tutmuşdu onu, gətirmişdilər, şallaqlayırdılar ki, İmam Sadiqin tələbələrinin adını deyir. Çünki bir müddət çətin idi İmam Sadiqin dövründə də, həyatında da. Adlarını bir-bir denəm bizə. Bu da demir. Şallağı vururlar. 120-yə çatdılar. 120 şallaq zarafat məsələ deyil. Yəni, adamı öldürə də bilər. Bir həddə çatar. 120-ciyə çatanda dedi, saxlayın deyirəm. Saxlayın deyirəm deyəndə deyir, başqa sahabə idi cəmaatın içində. Dedi, uzkur. Yad elə, Allahı yad elə, qiyaməti yad elə. Deyir, başladı Allahı yadına saldı, dedi ki, demirəm. Təzdən davam elədilər vurmağa. Bu elə bir zikir adamı ehtiyacsız eləyir, güclü, qüdrətli eləyir. Üçüncüsü nədir? Üçüncü o xislətdir ki, deyir, ona elə bir məhəbbət verirəm ki, heç nəyi məndən üstün bilməz.
Quranda ayə var, deyir, əgər atalarınız, övladlarınız, dostlarınız, qardaşlarınız, kasadlıqdan qorxduğunuz ticarət və s. və s. və s. sizə Allah və onun Peyğəmbərindən əzizdirsə, Allahın əzabını gözləyin. Mütləq imtihana çəkiləcəksiniz. Sevdikləriniz Allahdan üstündürsə, onda heç.